Salam, hər bir vaxtınız xeyirli olsun. Demək, belə bir mikrovalnovka. Salam, hər bir vaxtınız xeyirli olsun. Demək, belə bir mikrodalğalı sobanı təmirə gətirib. Gördüyünüz kimi bu hissədən partlayış olub. Problem var. İndi ortana nəticəni bir yerdə izləyək. Açmağa davam edək. Bu hissədən də 6 güşəli açar növüdür. O bir digər böyründən də 6 güşəli açar növüdür. Arxada da açar növləridir. Bu hissədə də 6 güşəli açar növüdür. Bunlar hamısı toz soran vasitəsilə təmizlənəcək. Bu hissədən də yanıb. Niyə görə burada 6 güşəli açar növüdür, digər böyründə də bilməyən adam girməsin. Yəni belə deyək. Ona görə ki, boş vəziyyətdə 1000 volt burada cərəyan olur. İş dövriyyəsində 2000-3000 volt cərəyan olur. Vəziyyət budur. Diod kondensatoru Amitski yoxladıq. Yerindədir, bunlar işləyir. Qaşıdıq, metal gövdəyə çatdıq. Digər hissəni də qaşıyıb metal gövdəyə çatdırdıq. Oldu təptəzə. Belə bir mağazindən indi alınıb. Yəni təmizlik vacibdir. Emalını vurduq. İç tərəfdən də emalını vurduq. Hissələri təmizlədik. Təmizlədik. Bu hissələri hamısı bağladıq. Keçid eləyib bu hissələrə. Təmizlədiyimiz, bu təmizləmədiyimiz yerlərdir. Yəni də təmizləyirik. Sürtünən hissədir. Zavod kraskan hazır. Yer hissələr hamısı təmizləndi. Yəni bağlamaq çox çətindir. Onu bağladıq. Bəzi ustaların işləyənlər əşi bağlamasam da olur. Amma onu bağladıq. Yəni boşluq əmələ gəlməsin, vibrasiya olmasın, qırıldı olmasın. Yəni işləyəndə tırıldamasın. Fabrikada qoyduq. Suyu qoyaq içine. Mühərrikdə işləyir içəridəki. Mismar qoymuşuq qadaq. Bu qədər. Çox sağ olun izlədiyinizə görə.